Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Hər birinizi salamlayıram. Növbəti video izahımız DIM test toplusundan veb proqramlaşdırma bölməsi haqqındadır. Bugün veb proqramlaşdırma anlayışı, saytın hazırlanma mərhələləri, HTML nişanlanma dili, siyahıların yaradılması testlərinin izahını sizinlə bölüşəcəyik. Başlayaq birinci sual nümunəsi ilə. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq siyahı neçə sətirdən, elementdən ibarət olacaq. Burada baxsaq, all tegin görürəm. All tegi nömrələnmiş siyahı yaradır və bu nömrələnmiş siyahının daxilində 1, 2, 3 element var. Cavabımız D variantı. 2. Uyğunluğu müəyyən edin. Nömrələnmiş siyahı, təyin etmə siyahısı, işarələnmiş siyahı. Deməli, nömrələnmiş siyahını təyin etmək üçün biz all teqindən istifadə edirik. Baxsaq, variantlardan biri gedəcək B. Təyin etmə. Təyin etməni biz del, D siyahı yaradır. DT termindir. DD isə o terminin təsviri, izahı deməkdir. Bu teqlər vasitəsilə yaradırıq. 2-yə gedəcək C. İşarələnmiş siyahı isə ul teqi vasitəsilə yaradılır. 3-ə gedəcək E. Deməli 1B, 2C, 3E. Variantlara baxsaq, elə cavabımız A variantı olur. 3. HTML dilində yazılmış sənədə nə deyilir? Bu veb səhifə adlanır. Nəzəri bir sualdır. Cavabımız E variantı. HTML kod fraqmentinə əsasən veb səhifədəki mətn necə görünəcək? P teqinin daxilində P yerə gəlmişdən abzas yaradır. B. Baxın, bu testlərdə açılıb bağlanan hissələri yaxşı bilmək lazımdır ki, harda açılıb, harda bağlanır. B teqi 279-un önündə açılıb və sonunda bağlanıb. Deməli, 279 qalın yazacaq. B verilmiş sözü qalın yazır. Bold deməkdir, qalın yazır. 279 qalın yazılacaq. Sayılı adi qayda yazılacaq. Çünki heç bir teqin daxilində deyil. O teqinin daxilinə məktəb sözü var. U isə altdan xətt çəkir. Deməli, cavablarımıza baxsaq, 279 qalın olan say burada var. Səhvdir, səhvdir. Deməli, cavabımız C variantı. 5. HTML kodun yazılışı üçün hansı bənddə yalnız atributlar qeyd olunub? Atribut nədir? Ümumiyyətlə, atribut anlayışı var, bir də tag anlayışı var. Atributlar tagin daxilində yazılır. Tag nədir bəs? Tag ümumiyyətlə mətnin brauzerdə əks olunmasını müəyyənləşdirir və eyni zamanda yeri gəlmişkən açan künc mötərizə və bağlayan künc mötərizə ilə bitir. Yəni mütləq bayaq dediyim kimi açılmalıdırsa, bağlanan künc mötərizə ilə də həmin o tagi biz bağlamalıyıq. İndi bizdə yalnız atributu soruşur. Body tagdir. Search, text, link, icon. Elə ən doğru variant budur. Hit tagdir, title tagdir, height, width, tear, table tagdir. Bizdə isə doğru cavabımız B olur. 6. Nizamlanmış, yəni növlələnmiş siyahını formalaşdırmaq üçün hansı taglərdən istifadə olunur? Bu nizamlanıbsa, nömrələnibsə, all tagidir. All taginin daxilində isə li ilə biz həmin siyahını formalaşdırırıq. Cavabımız A variantı. 7. Web brauzerdə başlıq zolağında veb səhifənin adının əks olunması üçün hansı tag istifadə edilir? Bu title tagidir. Cavablarımız baxsaq E variantı. Nəzəri bir sualdır. HTML-də kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq siyahı neçə sətirdən ibarət olacaq? Deməli, 1, 2, 3, 4. E variantı. 9. HTML kod fraqmentinə əsasən veb səhifədə mətn necə görünəcək? Baxın, B tagi burada açılıb, bağlanıb, qalın yazır. Qrafika qalın olacaq. A deyil, C deyil, D deyil, Y deyil. B, amma biz baxaq digər. İ ilə adi qayda yazılacaq. U altdan xətt çəkir. İş isə kursiv yazacaq. Çünki I kursiv yazır. İtalik, yəni kursiv. Bu Word-də də biz bunu istifadə edirik. Yəni, əslində Word-ü bilsək, bunu da yaxşı bilirik ki, bold qalın yazır, o altdan xətt çəkir, i də italikdir. Cavabımız B variantı. 10.
HTML kod fraqmentinə əsasən web brauzerdə əks olunacaq nömrələnmiş siyahı neçə sətirdən ibarət olacaq? Nömrələnmiş deyir. Biz tapmalıyıq ol teginin daxilində yazılan 1, 2, 3 dənə. Cavabımız C variantı. Amma nişanlanmış desə 4 olardı. Çünki 4 dənə 1, 2, 3, 4 dənə də burada element var. 11. HTML koduna əsasən web brauzerdə əks olunacaq nömrələnmiş siyahının birinci elementi hansı olacaq? Nömrələnmiş deyir. Mənə ol hissəsi maraqlıdır. Birinci elementi deyir. Bu kətdir. Altdan xət yazılmalıdır. İndi bizdə hansı söz olduğunu deyir. Bu kət olacaq. Desək ki, məsələn, nizamlanmışın birinci, o zaman daha doğrusu nişanlanmışın birincisi, o zaman öğrenci olar. Yəni, sadəcə burada nömrələnmişi deyir. 12. HTML koduna əsasən web brauzerdə əks olunacaq siyahı barədə hansı fikir doğrudur? Nömrələnmişdir, görürük. Paris qalın yazılacaq. London italik yazılacaq, yəni kursiv yazılacaq. Roma altdan xət yazılmalıdır. Madrid də qalın yazılmalıdır. İndi biz doğru fikirləri tapmalıyıq. Siyahı nömrələnmiş siyahıdır və sonuncu elementi qalın şriftlə yazılmışdır. Aha, elə dedim bayaq. Cavab A-dır. Digər variantlara baxaq. Siyahı nişanlanmış siyahıdır. Xeyr. Siyahı nömrələnmiş siyahıdır və ikinci elementi kursiv şriftlə deyil. Amma kursivlə daxı I kursiv yazır. Ona görə də C-də səhvdir. Siyahı nişanlanmışdır. Xeyr. Siyahı nömrələnmiş siyahıdır və dördüncü elementin altına xətt çəkilmişdir. Xeyr, dördüncü elementi qalın yazılmalıdır. Ona görə də Y-də səhv olur. 13. HTML dili haqqında yanlış fikri müəyyən edin. HTML-də hit hissəsində veb səhifənin bütün görünən məzmunu, yazılar, şəkillər, ümumiyyətlə məzmun bodynin daxilində yazılır. Body teginin A elə səhvdir. Digər variantlara da baxmaq istəyirəm. HTML-də üfüqi xətt çəkərkən adətən haşiyer teqindən istifadə olunur. Bəli, bu düzdür. HTML sənədində 6 səviyyəli başlıq teqi mövcuddur. Bu da düzdür. Cədvəldə sətirlər TR teqi vasitəsilə yaradılır. Bu da düzdür. İstinad yaratmaq üçün A teqi istifadə olunur. Bəli, A teqinin daxilində isə ref atributu yazılır ki, o da istinadı yaratmaq üçün istifadə olunur. Deməli, bizdə yanlışı soruşurdu A variantı. HTML fraqmentinə əsasən e, bunun doğru yazılışını tapmalıyıq. Deməli, Tovuz rayonu ümumi qalın yazılacaq. Çünki B teki burada açılıb, sonda bağlanılıbdır. Amma və lakin fikir veririk ki, Tovuz sözü isə altdan xət yazılmalıdır. Çünki açılıb bağlanan hissələrə mütləq diqqətlə baxılmalıdır. Cavabımız B variantı. 15. HTML kod fraqmentinə əsasən web səhifədə nə əks olunacaq? Kodu oxuyaq. Deməli görürük ki, izahatlar siyahısı var. DT terminli, D də onun açılışıdır. Deməli, tarixdə iş canlı efir yazılmalıdır. Onun aşağısında sağ istiqamət isə onun açılışı yazılmalıdır. Digəri virus sözü 2 dəfə səslənib, sonra onun aşağısında sağ hissəsində isə 1970 yazılmalıdır. Avtomatik olaraq A variantı səhvdir, B variantı səhvdir. C-yə baxaq. Tarixdə iş canlı efir və onun önündə yazılıb 1936-cı il. Tarixdə iş canlı efir 1936-cı il. Bəli, düzgün yazılışdı. Virus ilk dəfə 1970-ci ildə səslənibdir. Baxın, açılışı da onun aşağısında sağ hissədə yazılıbdır. D variantı. Burada da tarix birinci yazılıb. 16. HTML kod fraqmentində A hərf HTTP 3w.edugo.az elm istinadı hara keçid edir? Bunu tapmalıyıq. HTTP-si protokolu varsa internetdir. Biz hara keçid edəcəyik? Web saytı. Çünki edugov.az saytdır. İndi internetdə olan elm adlı görüntü. Görüntü deyil ümumiyyətlə. Biz elmin üzərinə klik edəndə bizi bu sayta aparacaqdır. Ona görə də A variantı səhvdir. Lokal olmalı deyil. İnternetdə yerləşdirilmiş veb saytı. Nə zaman lokal olardı? O zaman lokal olardı ki, HTTP sözü olmasaydı.
Onda biz deyərik ki, lokal kompüterdə olan veb səhifəyə. Bunu da demiş olduq. 17. HTML fraqmentində hansı kod nömrələnmiş siyahını əks etdirir? Nömrələnmiş istəyir məndən. Gedim baxım görüm nömrələnmiş harda açılıb, harda bağlanıb. Aparat təminatı, proqram təminatı olan siyahını tapmalıyam. Baxıram variantlara. Baxın, görün nə rahat. Cavabımız elə E variantı olur. 18. Veb səhifədə aşağıdakı cədvəlin alınması üçün HTML-də yazılmış kod fraqmentinə nöqtələrin yerini yazılmalı olan teqlər hansılardır? Deməli, bir cədvəl yaradılıbdır. Biz sadəcə olaraq onu uyğunlaşdırmalıyıq. Cədvəli nələrdən ibarətdir? Sətr və sütunlardan. Sətri müəyyənləşdirmək üçün tier tagi lazımdır. Deməli, buraya yazdıracaq tier. Bir də biz başlıq. Başlıqlar nədir? Rəsmi adı Ukrayna və e, ikinci hissəyə başlığı TH tagi müəyyən edir. TH tagi müəyyən edir və e, xananı müəyyən edilirsə T'dir. T'dir. İndi TD-də olan variantlarımız isə TRTH A variantı. 19. HTML kodunun bir hissəsi verilmişdir. Bu kodun icrası nəticəsində veb səhifədə nə əks olunacaqdır? Oldu. Deməli, nişanlanmışdır. Avtomatik olaraq mən bunları çıxıram variantdan. Yəni, gördüyüm qədəri ilə. İndi P nəyi bildirir? Abzası bildirir. Abzasının daxilində əməliyyat sistemləri, informasiya, emal rejiminə görə bölünür və onun daxilində isə nişanlanmış formada paket emalı, vaxt bölgülü, real miqyaslı. Baxın, indi imtahanda yəni variantla işləmək önəmlidir. Mən bəzən bunu tez-tez xətləyirəm. Əslində sizə yol göstərmək üçün, ipucu vermək üçün ki, imtahanda o tez işləmə bacarığı önəmlidir. Çünki orada bir zaman anlayışı var və bildiyimiz qədərindən hesab da çox vaxt aparır ona görə. Keçək 20-ci sual nümunəsinə. HTML-də yazılmış kod nəticəsində veb səhifədə hansı cədvəl əks olunacaq? Bayaq dedik bu haqda. Dedik TR sətri bildirir, TD xananı bildirir. Neçə sətrim var? 1, 2, 3, 4. Deməli, adi deyil. İndi xanam. Baxın, açılıb bağlanıb, açılıb bağlanıb, açılıb bağlanıb, açılıb bağlanıb. Deməli, 4-ün 4-ə bir cədvəl yaradacağıq. Cavabımız C variantı. 21. HTML-də yazılmış koda əsasən web brauzerdə əks olunacaq nişanlanmış siyahının birinci elementi haqqındakı hansı mülahizə doğrudur? Nişanlanmış deyir. Deməli, mənə bu hissə maraqlı deyil. Birinci elementin soruşur. Bu C++-dır və altdan xətt eyni zamanda kursiv yazılmalıdır. Deməli, elə C variantında oxuyuram. Altdan xətt və kursiv, çünki D, Y-də mikrofon və klaviatura sözləri var. 22. Şəkildə göstərilən HTML səhifəsini yaratmaq üçün HTML kodunda A, B, C yerinə uyğun olaraq hansı teqlər yazılmalıdır? Deməli, baxsam burada birinci B gəlir. Deməli, Bakı 2023. Baxın, Bakı 2023 burada yazılıbdır və bu da bayaq bu haqda danışdım. Title tagi mətnin web brauzerdə əks olunmasını göstərir. Deməli, bura gedəcək title. B-yə gedəcək title. Bunu dedik. Title. İndi Bakı küləklər şəhərdir. Bakı bir listi, yəni ki, belə deyək də, biz onun termindən təsvir edibdir. Yəni, Bakının sanki bir açıqlamasını veribdir. Bu isə olur D-nin daxilində DT. İndi baxsaq variantlara, E variantı doğru olur. İndi normalda biz buraya yazsaq deyil yazarıq əslində. Yazdıqca buraya isə DT. Yəni qaydası budur. 23. HTML dilində yazılmış fraqmentə əsasən yanlış fikirləri müəyyən edin. Deməli, yanlış fikirləri tapmalıyıq. Bu nömrələnmişdir. Bu nişanlanmışdır. Bu da nömrələnib, bu da nişanlanmışdır. Bunu gördük. İndi
Biz yəqin ki, buna uyğun fikirləri seçməliyik, amma yanlış olanları. Siyahının Rahim adlı elementi nömrələnmiş formadadır. Rahim, xeyr, nömrələnmiş deyil, nişanlanmışdır. Bir yanlışdır. Nömrələnmiş siyahılara cəmi 4 element var. İkisi burada, ikisi burada. Bu düzdür. Siyahının tutu və səmət elementi nömrələnmiş formadadır. Tutu və səmət. Səmət nömrələnibdir, bu doğrudur. Tutu hardadır? Tutu da bəli nömrələnibdir, bu da doğrudur. Nişanlanmış siyahılara cəmi 5 element var. Deməli, 4'ü buradadır, ikisi burada 6 element eləməlidir. Bu da səhvdir. Fatimə və Fidan adlı elementlər nişanlanmış formada və eyni siyahıdadır. Fatimə və Fidan. Fidan nişanlanıb düzdür. Fatimə də nişanlanıb. Amma eyni siyahı deyil axı, səhvdir ona görə. Deməli 1, 4, 5 səhv olandır. Cavabımız elə A variantı. 24. Estimin kodunun icrası nəticəsində yaradılacaq nömrələnmiş siyahı neçə sətirdən ibarət olacaq? Nömrələnmiş soruşur. Burada da Aysu və Səməddir. 2. Cavabımız E variantı. HTML kod fraqmentinə əsasən veb səhifədə əks olunacaq nişanlanmış siyahı neçə sətirdəndir? Nişanlanmış deyirsə UTG-nin daxilində 1, 2, 3, 4 olur. 25 B variantı. 26. HTML kod və brauzerdə əks olunarkən nömrələnmiş siyahının birinci elementi hansı olacaq? Nömrələnmiş deyir. Deməli, burada bu hissəm nömrələnmişdir. Olacaq monitor və eyni zamanda altdan xətt. Cavabımız B olur. Rahat bir sual nümunəsidir. 27. HTML koduna əsasən veb səhifədə əks olunacaq siyahı haqqındakı fikirlərdən hansı doğrudur? All teginin daxilindədir. Strong yeri gəlmişkən qalın yazır, yəni bold tegi ilə eyni işi görür. İtalik yazacaq gəncə, kursiv şəkildə yazılacaqdır. Göy altdan xətt, Sumqayıt isə qalın yazılacaqdır. İndi biz doğruları tapmalıyıq. Daha doğrusu görək bir dənə fikirdir. Çünki belə bizim seçimdir. Nömrələnmiş siyahıdır və birinci elementi qalın şriftlə yazılıbdır. Az öncə elə bunu dedim. Bəli. Nömrələnmiş elə dediyim A variantındadır. Təyin etmə deyil, nişanlanmış deyil, nişanlanmış deyil. Nömrələnmiş siyahıdır və sonuncu elementi kursiv yazılıb, xeyri qalın yazılıbdır. 28. Deməli, HTML kod və brauzerdə əks olunarkən nişanlanmış siyahının birinci elementi. Nişanlanmış deyirsə, bura baxacaq. Deməli, Pascal olacaq birinci elementi, altdan xətt və kursiv yazılmalıdır. Access deyil, Word deyil, Python deyil. Amma iki variantda Pascal var, doğrunu tapmalıyıq. Pascal sözü altdan xətt və kursiv şriftlə yazılmış olacaq. Bəli, Pascal sözü altdan xətt qalın, xeyli qalın deyil. Cavabımız D variantı. 29. HTML kod və brauzerdə əks olunarkən nömrələnmiş siyahının ikinci elementini müəyyən edin. Nömrələnmiş deyir. Deməli, mənə bu hissə lazım deyil. Bura baxıram. İkinci elementi deyir. Bu da ikinci elementi sifətli və ya kursiv yazılacaq. Sifət C variantı. 30. HTML kod fraqmenti və onun veb brauzerdə əks olunan nəticəsi göstərilmişdir. 1, 2, 3 yerinə uyğun olaraq hansı teqlər yazılmalıdır? Deməli, baxıram ki, baxın, Dövlət İmtahan Mərkəzi bu veb brauzerdə əks olunmanı göstərir. Bu olacaq titul. Buraya yazılacaq titul. 2. Məzmun. Ümumiyyətlə, məzmun hissəsi yazıb ki, biz qalə görə, yəni mətn haqqında məlumat verir də. Body, məzmun. İndi sonra nə deyir? 3, yəni mövzu, bunu dedik. 3 baxın, nömrələnmişdir. Nömrələnmişdir olacaqdı all teki. Burada yazacaq all. İndi biz doğru varianta gedək, baxaq. Cavabımız title, body, all olan. Cavabımız C variantı. 31. HTML koduna əsasən yanlış fikirləri müəyyən edin.
Deməli, baxırıq nömrələnmişdi, nişanlanmışdı, nömrələnmişdi, nişanlanmışdı. Sadəcə yenə də biz buradan seçim etməliyik ki, hansılar doğrudur, hansılar yanlışdır. Yanlışı soruşur, doğru və yanlışı. Doğrunu biləndən sonra təbii ki, yanlışı tapırıq. İndi Karla adlı element nömrələnmiş siyahıda yerləşir. Deməli, bu səhvdir. Avtomat olub, çünki nişanlanmışda yerləşir. Baxın, UTB-nin daxilindədir. Sonra, nömrələnmiş siyahılarda cəmi 3 element var. İkisi buradadır, bir də burada. Bu düzdür. Burada bir problem yoxdur. 3. Fred və adam eyni nömrələnmiş siyahıda yerləşir. Xeyr, eyni deyil. Adam birincidədir. Fred də üçüncüdə. Deməli, 3 səhvdir. Nişanlanmış siyahılardakı ümumi element sayı 5'dir. Nişanlanmış 3'ü burada, ikisi burada. Bu doğrudur. 5. Greg və Hannah eyni nişanlanmış siyahıda yerləşir. Bəli, düzdür. Deməli, 1-3 yanlış idi. Cavabımız B variantı. 32. HTML kod fraqmentinə əsasən doğru fikirləri seçin. Baxaq. Deməli, cədvəl yaranacaqdır burada. Yəni, burada e, diqqət nə edirik? Baxın, açılıb bağlanıb, açılıb bağlanıb, açılıb bağlanıb, açılıb bağlanıb. Deməli, burada 4 sətrim olacaq. Amma TH, TH, TH. 3 də sütunum olacaqdır. Yəni, biz normalda belə bir cədvəl yaranmalıdır. 4-ün 3-ə. İndi, baxın, satış təmsilçisi təklif edilən qiymət üzrə əlavə xərclər. Yəni ki, baş hərflərini yazıram. Satış təmsilçisi, təklif edilən qiymət, bir də qiymət üzrə xərc. Belə. Bu bizim başlığımızdır. İndi biz bunlara uyğun cədvələ doldurmalıyıq. Deməli, Norddur, Maxdır, indi bunların hamısını yazmıram. Bunlar hamısı satış təmsilçilərinin adı olacaqdır, düzdürmü? Təklif edilən qiymətlər, baxın, bunlar olacaqdır. Qiymət üzrə əlavə xərclər isə 18-dir, 15-dir, 14 olacaq. Sadəcə o cədvəldə onu vizual olaraq görmək lazımdır. Doldurmaq da olar. Hava doldurmaq bizim belirli zamanımızı aparır. İndi verilmiş bu cədvələ əsasən biz nələri tapmalıyıq? Doğru fikirləri tapmalıyıq. Tapaq. Cədvəl 12 xanadan ibarətdir. Bəli, 4-ün içərisi 12 xanadır. Çünki sətir və sütunların sayı bizə xananın sayını verir. Bir doğrudur. Cədvəlin məzmununa əsasən təklif edilən ən aşağı qiymət 14 AZN-dir. Cədvəlin təklif edilən ən aşağı qiymət. Təklif edilən ən aşağı qiymətlər bayaqlarım dedim. Bunlardır. Baxın, 11 mindir, 12 mindir. Xeyr, bu səhvdir. Deməli ki, səhvdir. 3-ə baxaq. Sətirlərin sayı 3-ə bərabərdir. Biz sətrin sayını 4 tapmışdıq. Səhvdir. Sütunların sayı 3-ə bərabərdir. Düzdür. Cədvəlin məzmununa əsasən təklif edilən ən aşağı qiymət 11 mindir. Bir cədvəlin məzmununa baxsaq, 11 min, 12 min, 14 min, bəli, bu da düzdür ki, ən aşağı qiymət 11 mindir. Deməli, 1, 4, 5 olan cavabımız D variantı. 33. HTML koduna əsasən veb səhifədə alınan görüntünü müəyyən edin. İndi görək, burada görüntü necə yaranacaqdır. Deməli, alt tagini görürəm və açılır, harda bağlanır, ona diqqət etmək lazımdır. Deməli, burada diqqət edəcəyimiz
məqam olar ki, bunlar ol teqinin daxilində hamısı nömrələnmiş olmalı. Avtomatik olaraq A variantı deyil. Çünki ol bizə nəyi bildirir? Nömrələn. B də deyil, nömrələnmiş olmalıdır. C də deyil, nömrələnmiş olmalıdır. Burada nişanlanmışdır. D variantı, bəli, doğru, çünki nömrələnmişdir. Y isə nişanlanmışdır. Yəni, çox rahat seçmək olur variantlardan. Çünki biz ancaq nömrələnmişləri tapmalıyıq. OLTP daxilində idi hamısı. 34. HTML koduna əsasən veb səhifədə alınan görüntünü müəyyən edin. Deməli, burada tegi müəyyən edin. Ul tegi. Deməli, bizdə avtomatik olaraq 34-cü sual tipində bizə lazımdır. Ancaq nişanlanmışlar. Niyə? Mən burada ol görmürəm. A deyil. Baxın, B də deyil. C də deyil. Deməli, Azərbaycan, Türkiyə, Pakistan və hamısı nişanlanmışdır. Sadəcə yazılış qaydası Azərbaycan, Türkiyə. Y variantına səhv odur ki, Pakistan və Gürcüstan ilk öncə yazıbdır və onu da vurğulayım ki, belə deyək də, Azərbaycan, Türkiyə və Pakistan və Gürcüstan onun daxilində nizamlanmamış, nişanlanmış kimi olmalıdır D variantı. Bu da qanuna uyğunluq pozulubdur. 35. HTML koduna əsasən veb səhifədə alınan görüntünü müəyyən edin. Deməli, baxıram ki, ol tegi var. Amma ol tegi Hüseyndir, bir də Yusifdir. Düzdürmü? Deməli, bir Hüseyn, bir də Yusif nömrələnməlidir. Bunu tapdım. Bu B olmayacaq, C olmayacaq, D olmayacaqdır. Elə olacaq A variantı, amma Eltacdır, Zəhradır, Aytacdır, əldə hamısı nişanlanmışın daxilindədir A variantı. 35. 36. HTML koduna əsasən veb səhifədə alınan görüntünü müəyyən edin. Deməli, e, ol teqlərinə baxmalıyıq, harda açılıb, harda bağlanıbdır. İndi fikir versək, Eltacla Zəhra nişanlanmış olmalıdır. Deməli, bunlar çünki ul təqinin daxilindədir. Düzdürmü? Bu belə olacaqdır. Amma Aytazla Əli nömrələnmiş, çünki ol təqinin daxilində yazılıbdır. Eltaz Zəhra nişanlanmış. İndi, sonra Qiyasla Fərid yenə də nişanlanmış olmalıdır. Bir də Yusiflə də İman yenə də nömrələnmiş. İndi doğru variantı seçmək lazımdır. Eltac Zəhra hamısında Aytac Əli Qiyas. Baxın, Yusif İman əslində qaydanı pozur, nömrələnmiş olmalıdır. Burada səhv buradadır. Bura qədər düz gəlirik. Qiyas Fərd, Yusif İman. Amma 1 yazılıbdır. Əslində 1 olmalı deyil, bu 2 olmalıdır. Burada da səhvdir. İndi burada baxıram, hər şey qaydasındadır. Amma imanın qarşısında görək, ol, Yusif. Əslində imanın qarşısında burada 2 olmalıydı. Belə olmalıydı. Doğru variantı olmalıydı. Burada Yusif nişanlanmışdır, qaydanı pozur. Burada nişanlanmışdır. Ən dolğunu C variantı olur. Burada çünki Yusif nişanlanmışdı. Orada da səhvlik. 37. Uyğunluğu müəyyən edin. Deməli, MTQ nə iş görür? MTQ ümumiyyətlə İTQ ilə eyni mahiyyəti daşıyır, kursiv yazır. İngilizcə birə biz uyğunlaşdırmalıyıq. Mətnin veb səhifədə qalın formada əks olunmasını xeyr. Mətnin veb səhifədə kursiv, bəli, kursiv. Birə gedəcək B. O, altdan xətt, gedək alt xətt olanı axtaraq. Yeni sətir xeyr, alt xətt, 2-yə gedəcək D. B isə qalın yazanaq. Qalın da yazan A. Yəni 1B, 2D, 3D A. Uyğunluq idi, sadədir. Uyğunluğu müəyyən edin. P. P ümumiyyətlə abzasları təyin etmək üçün istifadə olunur. Bayaq dedik bu haqda. Deməli, abzasların təyin üçün istifadə edilən təqdir. Birə gedəcək A.
Strong. Strong da qalın yazır. Yəni bold tagi ilə eyni işi görür. Mətnlərin qalın formada yazılması üçün istifadə olunur. 2 gedəcək B. UTG, yəni bayaqdan danışırıq, nişanlanmış teqlərin daxilində mən bunu dəfələrlə vurğuladım. Ümumiyyətlə, belə deyək də, bu teqlərin nə iş gördüyünü biləndən sonra rahatdır. Demək, bu isə altdan xətt çəkir, o isə altdan xətt çəkir. İndi baxsaq, 3-ə gedəcək C. Sonra 1A, 2B, 3C. U teqi altdan xətt çəkir, strong qalan yazır, boltla eyni işi görür, P abzası təyin edir. Sonra 39. Uyğunluğu müəyyən edin. Nömrələnmiş oldu. 1-ə gedəcək B. Nişanlanmış oldu. 2-yə gedəcək D. Cədvəl sətri T-yə 3 gedəcək A. 1B, 2D, 3A. 40. Uyğunluğu müəyyən edin. Aha, bayaq da elə bu haqda danışdıq. Deyil izahatlar siyahısı yaradır. E, DT termindir. DD o terminin izahıdır. Deməli, K yazılacaq. K-dan sağ tərəfdə aşağıda istiqamətdə L yazılacaqdır. Yəni, belə yazaq da. K, L. Sonra M yazılacaqdır. M-dən də aşağıda N yazılacaqdır. İndi buna uyğun baxsaq, 1-ə gedəcək A. 2. e, Bu haqda elə bayaqdan danışırıq. Bu nömrələnmiş siyahıdır. Nömrələnmiş B olacaqdır. 2 gedəcək B. 3. Bu isə nişanlanmış siyahı yaradır. Nişanlanmış da D'dir. Belə. Deməli, 1-ə A, 2-yə B, 3-ə də D uyğun olur. Belə, izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Ümidvaram hər biriniz üçün bir faydası oldu. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun.